Obertosu birlikdə yoxlayırıq. Mən açım, yəni birinci var. Bu cipsini heç yoxlamamışıq ilk dəfə. Birinci buyur sən. Rəngi diqqətimi çəkdi. Bəli. Dedim niyə də yoxlamayaq. Biz bunu bu arada rahat marketdən əldə Bu arada etmişik. cipsi göstərir, amma əslində suxarikdir. Suxarik cipsi kimi. Suxarik göstərir əslində, yox. Bismillah. Olan krablıdır. Krevetka. Yəni belə deyək. Yəni Dadı qəşəngdir. bu arada yəni qiymətini demirəm çünki hər marketdə bir qiymətdir. Amma biz bunu rahat marketdən, Dadı Zabrat qəşəngdir. filialından əldə eləmişik. Dadı qəşəngdir, amma bunun yəni başqa dadlıları da var, başqa növləri də var. Biz krablısını aldıq. Dostlar, bəs siz Obertosun hansı növlərini yoxlamısınız? Şərhlərdə qeyd etməyi unutmayın. Bu cipsi yoxsa Lay's? Məncə Lay's. Mən bunu daha çox bəyəndim. Başqa növləri də var idi. Ya bu rəng diqqətimi çox cəlb elədi deyə dedim bunu yoxlayaq. Ən sevdiyiniz cips markasının növünü yaza bilərsiniz şərhlərə. 10 üzərindən neçə verərsən? 10 üzərindən mən buna 8 verərəm. Mən 10 üzərindən 9 verə bilərəm. Dadı çox xoşuma gəldi. Nə çox baharatlıdır, nə çox duzludur, tam da yerində. Və səhifəmizdə digər videolara keçidib baxa bilərsiniz. Hələlik. Hələlik.